Bəzi adamlar öz fikirlərini Quranın fikri kimi təqdim edir. Hədisdə var ki, Əl-Quran mə'dəbətullah. Quran Allahın açılmış süfrəsidir. Elə bir süfrə ki, doludur özdə. Süfrə iki cürdür. Boş süfrə, dolu süfrə. Boş süfrəyə gəlib qıraqdan qoyasan. Dolu süfrə nədir? Aç, yi. Yəni nə? Öz fikirləri doldurma bura. O fikirlərlə qidalan. Aydındır. Bəzi vaxtlar insan öz fikirlərini elə gəlir, bir təhər Quranı da mən istədiyim kimi Quran mən düşünsün. Yəni Allah da mən düşündüyüm kimi düşünsün. Bu şəhadət gətirməlidir. Yox deyir, Allah mənə şəhadət gətirsin. Allah buna şəhadət gətirsin, sənin fikirlərin düzdür. Quran budur ki, mən şəhadət verirəm, sən düzsən. Bu deyir, yox, sən mənə uyğunlaş. Və əslində Allah əbd olmağa gəlməyib ki. Bu öz fikirlərini də gətirib. Bunun əşhədü əllə ilahə illallah deyəndə dili əşhədü əllə ilahə illallah deyib. Bunun zehni əşhədü əllə ilahə illallah deməyib.